O gün bəy, harda yaşayırsınız və hansı peşə ilə məşğulsunuz və necə oldu ki, bu peşəniz milli ruha çevrilmişdir? Mən İstanbul anadan oldum, böyüdüm. Özüm köküm Ardahandan olan bir Türkiyə türkiyəm. İndi hal-hazırda Bakıda yaşayıram, 6-7 aydır. Və peşəm riyaziyyat və ingilis dili müəllimiyəm. İndi hal-hazırda aktiv olaraq riyaziyyat müəllimi kimi işləyirəm Bakıda. Bakıda yaşamaya başlamamışdan əvvəl mən Azərbaycan dilini öyrəndim. Özüm bloqram Azərbaycan dilli türk deyə. Azərbaycanlı dostlarım mənə öyrətmişdi. 6-7 ildir ki, Azərbaycan dilini öyrənməyə çalışan normal, standart bir türkəm. Azerbaycan'ın kadim toprağından bütün Azerbaycan'ı ve bütün Türk dünyasını selamlıyorum. Necə oldu, necə qərara gəldiniz ki, Ermənistana səfər etdiniz? Mən uşaqlıqdan türk antropolojisi üzərinə və türkoloji üzərinə çox araşdırmalar eləyən bir insanam. Və bilirdim ki, İrəvan Azərbaycan torpağıdır, bir türk torpağıdır. Evet. Və içimdəki sadəcə pasportumda türk yazmağından deyil, qanımda və bədənimdə də türklüyü hiss eləyən bir insan olduğum üçün gərək türkün bütün torpaqlarını gedim görüm. Özümdə belə hiss eləyirdim. Ona görə İrəvana getmək mənim xəyallarımda var idi. İndi Novruz bayramının arasında tatildə girdi, mən də İrəvana getdim.